Salam, hər vaxtınız xeyirli olsun, dəyərli tamaşaçılar. Səs televiziyasında bugündən etibarən mən Aynur Kərimlinin təqdimatında uğurlu şəxslərin həyat yoluna nəzər salacağıq. İşgüzar insanlar uğur strategiyalarını necə qurur, necə irəliləyirlər, biz burada biləcəyik. Tamaşaçılara aydınlıq gətirmək istəyirəm ki, biz hazırda İR Akademiyadayıq. Hansı ki, artıq illərdir ki, tələbələr kosmetologiyanın sirlərini məhz burada öyrənirlər. İllərdir qeyd elədim, səhv etmirəmsə 3 ilə yaxında artıq İR Akademiya fəaliyyət göstərir. Sizin fəaliyyətiniz uzun müddətli olsa da elə bu haqda danışaq birinci. Biz artıq 15 ildən artıqdır ki, fəaliyyət göstəririk, amma İR adıyla yeni 3 yaşımız tamam olur. 3 ildir ki, bu adla biz akademiya açmışıq. Buna necə nail oldunuz? Necə oldu ki, siz artıq öz akademiyanızı qura bildiniz və tələbələri bir yerə cəmləyə bildiniz? Bu kosmetologiya sahəsi o qədər gözəl sahədir ki, hər bir xanıma yaraşır. Bizim məqsədimiz odur ki, hər bir qadın, xanım peşə sahibi olsun, öz ayaqları üzərində durmağı bacarsın. Biz onu da vurğuluyum ki, kosmetologiya ilə bərabər bizim tibb kurslarımız da mövcuddur. Çünki kosmetologiyanı öyrənmək üçün mütləq tibb kursu da olmalıdır. Bərabər oxuyurlar. Bəzi tələbələr olur ki, tibb təhsilləri olmayan tələbələrə biz əlavə tibb dərsləri də keçirik. Bizim akademiyamızda şəhid ailələrinə ödənişsizdir, qazi ailələrinə dəstək oluruq, qəbul edirik. Bir xanım olaraq necə ki bu uğurları qazanmısınız, istəyirsiniz ki, digər xanımlar da bu uğurlardan faydalansınlar. Elə o baxımdan da məncə çox böyük, çox gözəl dəstəkdir ki, şəhid ailələrinə məhz bu şamil olunur pulsuz şəkildə. Bəli. Bizim borcumuzdur. Yəni elə indi hal-hazırda da tələbələrimiz var, elə gəlib oxuyurlar. Tutaq ki, mən kosmetoloq olmaq istəyirəm, ancaq elə bir əl qabiliyyətim yoxdur. Mən bu sahədə nə dərəcədə uğurlu ola bilərəm? Biz tələbəni ilk dərsdən, təbii ki, elə tələbə olur ki, gəlir, heç nə bilmir. Biz onu ilk tələbəni nəzəriyyəni keçirir, sonra müləc üzərində öyrədirik, əl tutma qabiliyyətini öyrədirik. Sonra canlı model üzərində tələbə PRP prosedurla başlayır canlı model üzərində öyrənməyə, balaca ucluqla PRP ilə öyrədirik bütün texnikaları. Əl qabiliyyətini başa düşdük, tibbi təhsil, hər şeyi başa düşdük. Bəs maddiyyat necə, nə dərəcədə önəmlidir bu sahəni inkişaf etdirmək üçün, bu akademiyanı qurmaq üçün? Yox, bu elə bir şeydir ki, heç nə birdən-birə qurulmur. Təbii ki, zamanla, əvvəl yəni o qabiliyyəti öyrənəndən sonra, biləndən sonra, pasiyent qazanandan sonra sizin əl qabiliyyətiniz gözəl olsa, pasiyent gətirəcək sizə. Siz bir xanım olaraq, bir iş adamı olaraq əldə etdiyiniz uğurlarla kifayətlənirsiniz, yoxsa bunu daha da inkişaf etdirmək istəyirsiniz? Bəzən deyirlər axı, yerində saymamalısan. Heç düşünmüsünüz bunun ardını daha başqa bir filialı açın və yaxud da bu barədə bu sahədə nələrsə edim? Bəli, fikrimiz var, amma Azərbaycanda deyil, Allahın izni ilə Türkiyədə filial açmaq, akademiyamızı orada düşünürük ki, orada da filialımız olsun. Siz gedirəm İstanbula, məsələn, mənə çox yazırlar ki, bəs İradə xanım burada da, bəs biz akademiyada gəlib oxuya bilərik, burada da varmı akademiyanız? Elə çox sayılı istəkləri nəzərə alaraq İstanbulda da düşünürük. İş həyatında uğuru olan daha bir xanım hazırda qarşımda dayanıb, Arzu xanım İR Akademiyasında həkim olaraq tibbin incəliklərini tələbələrə aşılayır. Arzu xanım, az öncə izlədim, tələbələrlə söhbətinizə şahid oldum. İstəyərdim elə bu barədə öz işinizdən danışasınız ki, ən çox nə tələb olunur? Bildiyim qədər səbr
önəmlidir burada. Daha sonra bu haqqda qısaca olaraq bizə məlumat verərdiniz. Əvvəla sizə xoş gəldin deyirəm Aynur xanım. Həkim olaraq akademiyada çalışmaqdan məmnunam və tələbələrlə işləməyə ayrı bir zövq yaşadır. Uzun müddətdir ki, siz tələbələrə tibblə bağlı olan bütün ən son məlumatları çatdırırsınız və tələbələr necə, razıdırmı, necə mənimsəyirlər dərslərini? Belə Aynur xanım, hər il bizdə saysız hesabsız tələbələr məzun olur. Düşünürəm ki, bu haqqda ilə məzun tələbələrimizdən fikir almaq daha uyğun olardı. Belə, hal-hazırda da bizim məzun tələbəmiz buradadır. Əbru xanım Türkiyədən bura təşrif buyurub, artıq 9 ildir Bakıda yaşayır. İstəyərdim ki, o öz fikirlərini desin akademiya haqqında. Yani 9 yıldır Bakı'da yaşıyorum. Azerbaycan Tıp Üniversitesi muhalece işini bitirmişim. Sosyal medya üzerinden buldum İR Akademi'yi. Yani ilgimi çekti. Ve artık bir neçə aydır İrade Hanım'dan kosmetoloji bölüm üzerine ders alıyorum. Ve arzusunda olan bütün hanımlara İR Akademi'de kosmetoloji ve tıp derslerine yani şiddetle tavsiye ediyorum. Və bildiyim qədər də razısınız. Yani razıyım. Artıq gördüyünüz kimi mən də İradə xanımın tələbələri sırasındayam və diqqətlə dinləyirdim. Siz istəyərdim ki, tamaşaçılarımız da bilsin ki, hazırda hansı prosedur edirsiniz? Hal-hazırda mən Rada xanım da bizim Akademik Milli Teatrın aktrisasıdır. Hal-hazırda 5 nöqtə proseduru icra etdim. Mən istəyirəm ki, bir tərəfi işlədim. Fikrini Rada xanım desin bizə. Mən ümumiyyətlə 10 ilə yaxında İradə xanımın yanına gəlirəm. İldə bir dəfə, 2 dəfə prosedur edirik və mənə kifayət edir. Çünki əlləri qızıl İradə xanım bilir nə etmək lazımdır və görən hər bir kəs yaşımdan çox az verir və deyirlər ki, əməliyyat mı etmişsiniz, nə etmişsiniz, çox gözəl görünürsünüz. Elə fürsətdən istifadə edib mən də İradə xanıma təşəkkür edirəm. Çox məmnunam. Bitəndə daha gözəl olacaq. İstənilən sahəni seçə bilərsiniz, istənilən sahədə addımlaya bilərsiniz. Əsas odur ki, o sahəni sevəsiniz və uğurlu olasınız. Bəli, biz bugün uğurlu iş adamından danışdıq, hansı ki, kosmetologiya sahəsinə nəzər saldıq və İradə xanım bizə bu sahənin incəliklərindən bəhs etdi. Növbəti verilişimizdə qonağımız kim olacaq? Bax elə onu növbəti verilişimizdə biləcəksiniz.